Yəni xalq dəyişmir. Bəs onda niyə cılızlaşır? Səbəb budur ki, bunun üzərində iş gedir. Əlbəttə. Xalqın cılızlaşmasına iş gedir. Bəli. Mən inanıram ki, o bəzi verilişlərə kimsə pul qoyur, iminli elə şeylər eləyir ki, pis qadınların pis yola getməsini təbliğ edir. Təbliğ edirik. Bəli. Mən qəbul eləmirəm belə şey. Orta məktəbdə o qədər bax uşaqları yüklüyürlər ki, mənim nəvəm 4-cü sinifdə oxuyur. Aha. İnanırsan, bax bu boyda bir çanta nə qədər yüklənər bu adam. Belə deyildi əvvəl. Yox, ay kişi, belə şeylər yox idi. Bu pisdir, yaxşıdır. Pisdir. Əsaslandırın zəhmət olmasa. Mən fizioloq olaraq, bəli. Mən həkiməm. O uşaqlarda o qədər yorğunluq əmələ gətirir ki, o və oxumağa da nifrət edirlər. O qədər yüklüyürlər ki, uşaqları bu qədər də yükləmək olarmı? Vaxtları yoxdur başqa şeylə məşğul olmaq. Niyə belə yüklüyürlər? Bu dövrün tələbidir, nədir bu? Ya hansı ölkədən götürmüşük biz bu sistemi, bu yanaşmanı? Onu mən deyəmmərəm, bilməm, hansı ölkədə. Bilirsən, bunlar istəyirlər ki, burada insan faktoru olmasın, düzdür, Bologna sistemi. Bologna sistemi yaxşıdır, nə üçün? Sən orta məktəb quta, bütün hərfləri tanıyırsan. Təbii. 2-nin üstəki gələ bilirsən. 1-ci sinifə dərs deyə bilərsən. Təbii də. Təbii. Niyə gelib demirsən? Onlar üçün Bologna sistemi olar. Tarix üçün olar. Problemli leksiyalar oxusun 5 dənə, 3 dənə. Amma təbabət üçün Bologna sistemi yararsızdır.